Salam, hər vaxtınız xeyir olsun. Dünya çempionu, Avropa çempionu, taekwondoçu Nilüfərlə qarşı-qarşıya. Qorxuram biraz da. Nilüfərə 5 sual verir. Nilüfər bu 5 suala düzgün cavab versə, diri 1 manat qazanacaq bizdən. Nilüfər ilk sualım belədir ki, qalın saytlar hansılar? A, I, O, U, E, I. Yo, A. Biraz kəsərik bir səsini. Qalın saytlar hansılar oldu? A, I, O, U. Əlasan, möhtəşəmsən. İkinci sual, sən bizə zəhmət olmasa denən görək. Müəyyən miqdar sayla isimlərin arasında nə işlənir? Numerativ sözlər. Numerativ sözlər. İkinci sualı uğurla cavablandırdı. Çox çətin suallara düzgün cavab versən, əhsən. Üçüncü sual, sifətin azaltma dərəcəsində bizə bir dənə sifət denir. Azaltma dərəcəsində olan bir sifət. Sifətin azaltma dərəcəsi. Fərq yoxdur. Sifət olsun amma azaltma. Bəli, azaltma dərəcəsində olsun. Çox sağ ol. Açıq sual, möhtəşəm. Bu suallara cavab versən mən özüm şokdayam. Dördüncü sual, qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər, hansı qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər həmişə cəmdə olur? Bir sıra bir çox. Möhtəşəm. Səni 1 manatdan cəmi 1 sual ayrılır, Nilüfər. Sonuncu sualı belə verək. Asan sual verəcəm ki, bu 1 manat əldə eləyəsən. Çünki mən istəyirəm ki, sən qazanasan. Aynen. Zaman mənasını bildirən qoşmalar hansılardır? Əvvəl, qabaq, sonra. Bir dənəsi də var, biri də var. Əvvəl, qabaq, sonra. Bu ilə olan. Aha. Var idi deyil. Bəli. Bərihə. Düzgün cavab Nilüfər, buyur. Uğurların bol olsun. Bu gördüyünüz diri 1 manatdan Nilüfər qazandı. Saxta deyil. Siz də istəyirsinizsə şərhlərdə yazın. Sizə də sual verək, düzgün cavab